Şuşa bəyləri portretlər adlı layihə çərçivəsində Azərbaycan İqtisad Universitetində görüş keçirilib. 19 may 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan Görkəmli Şuşa bəyləri portretlər adlı layihəsi çərçivəsində elmi tədqiqat işlərinin nəticələri barədə təqdimat mərasimi keçirilib. Təqdimatda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik Abbas, Milli Dəyərlərin Qorunması İctimai Birliyinin sədri Dilarə Nağıyeva, Şuşa qəzetinin baş redaktoru Vasif Quliyev, Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, Respublika Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Bahar Qasımova, təqdimatın ekspertləri əməkdar jurnalist Professor Şəlalə Həsənova, tarix üzrə fəlsəfə doktoru dosent Əsəd Qurbanlı, Zəngəzur İnformasiya Agentliyinin əməkdaşı Türkanə Səfərova və digər ictimaiyyət, elm və media nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə giriş sözü ilə dosent Səadət Qəndilova bildirdi. Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi kimi bu əlamətlər tədbirdə iştirak etməkdən böyük qürur duyuram. Görkəmli Şuşa bəyləri portretlər layihəsi yalnız tariximizin şanlı səhifələrini açmaqla kifayətlənmir. Eyni zamanda gənc nəsillərimizə milli mənəvi dəyərlərimizi ötürmək baxımından da əvəzsiz əhəmiyyət kəsb edir. Şuşa yalnız coğrafi məkan deyil, Azərbaycanın qəlbidir. Bu mübarək torpağın yetirdiyi Bəhrəm bəy Məlik Abbasov, Mamay bəy Mamayev, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər öz fəaliyyətləri ilə nəinki bir dövrə, həm də gələcək nəsillərə yol göstərmişlər. Çıxış edən digər tədbir iştirakçıları da qeyd etdilər ki, layihə vasitəsilə biz nəinki keçmişə hörmət əlaməti göstəririk, həm də gələcək nəsillər üçün möhkəm əsas yaradırıq. Çünki Əbdürrəhim bəy Haqverdiyevin ideyaları bu gün də öz aktuallığını itirməyib.